Salam əziz izləyicilər. Düz xətt, şua, parça və parçaların ölçülməsi bölməsinin testlərin izahlarına baxacaq. Birinci sualda. Uzunluğu 39 cm olan düz xətt parçası 3 bərabər hissəyə bölünmüşdür. Parça çəkirik və bunu 3 bərabər hissəyə ayırdıq. 39-u bölürük 3-ə. Hər hissə nə qədər olacaq? 13, 13, 13. Kənar hissələrin orta nöqtələri arasındakı məsafəni tapın. Kənar hissə birinci və üçüncü hissədir. Bax, buradan orta nöqtəsi, bu da üçüncünün orta nöqtəsi. Bu məsafəni istəyir bizdən. Bu məsafəni tapmaq üçün bu hissə, birinci hissə 13, uzunluğu 13 cm idi. Yarıya bölünəndə 13/2 olur. Üzərinə gəl, ortadakı 13-dür. Bu da yarıya bölünür, 13 bölünsün 2 olur. Bunları topladıqda isə bizə verəcək 13 üzərinə gəl 26/2. 26-nı 2-yə böləndə 13 eləyir. 13 ilə toplayanda da elə 26 cm olacaq. Bir də olacaq cavabımız B bəndi. İkinci sualda. Uzunluğu 42 cm olan düz xətt parçası 3 bərabər hissəyə ayrılmışdır. Yenə də eyni tipdə olan məsələdir. 42-ni bölürük 3-ə, hər hissəyə 14 düşür. Kənar hissələrin orta nöqtələri arasındakı məsafə. Bu birincinin, bu da üçüncü, sonuncunun orta nöqtəsi. Bax, bu məsafəni istəyir bizdən. Hər biri 14-dürsə, bu hissələr 14 bölünsün 2. Üzərinə gəl. 14, üzərinə gəl 14/2. Toplayanda da bizə cavab verəcək 7, 7, bu da 14, 28 cm olacaq. 2-də oldu E bəndi. Üçüncü sual. Düz xətt üzərində A, B, C, D, E nöqtələri verilmişdir. Alınan şüaların sayını tapın. Düz xətt üzərində bir dənə nöqtədən, baxın, bu düz xəttimiz olsun, bu da olsun A nöqtəsi. Bir dənə nöqtədən 2 şua əmələ gəlir. Burada da 5 nöqtə var. Deməli, 5 vurulsun 2. Bu da bərabərdir 10 şua əmələ gələcək. 3-də olacaq cavabımız B bəndi. Dördüncü suala baxaq. Düz xətt üzərində A, B, C, D, E nöqtələri verilmişdir. Alınmış parçaların sayını tapın. M vurulsun, M-1 bölünsün 2 düsturundan istifadə edəcəyik. Nöqtələrin deməli sayı 5-dir. 5 vurulsun, 5-dən çıxanda biri 4, bölünsün 2. 20-ni də 2-yə böləndə cavabımız eləyəcək 10. 10 ədəd parça əmələ gəlir. 4-də olacaq C bəndi. 5-ci suala keçək. Uzunluğu 48 cm olan AB parçası, AB düz xətti parçası üzərində M nöqtəsi götürülmüşdür. Düz xətt parçası üzərində. Götürək buranı AB. M nöqtəsi götürmüşdür. AM parçasının uzunluğu M1 parçasından 7 dəfə böyükdür. Deməli, bura 7x olsun, burada olsun x. Ümumi parçanın uzunluğu da 48-dir. 7x-dan x toplayaq, 48 eləyək. 8x bərabərdir 48-ə, x də bərabərdir 6-ya. Bizdən MB-ni istəyir. MB-ni də x-dan işarətlədiyimizə görə cavabımız olacaq 6. 5-də olacaq A bəndi. 6-cı suala keçək. Uzunluğu 35 cm olan AB parçası üzərində C nöqtəsi götürülmüşdür. AC parçası CB-dən 6 dəfə böyükdür. Bura x olsun, burada 6x. Bunları toplayanda bizə verəcək 35. 7x bərabər 35, x də bərabərdir 5-ə. 35-i böldük 7-yə 5. CB-ni istəyir. CB-ni ilə x-dan işarətlədiyimizə görə cavabımız burada 5-ə bərabər olacaq. 6-da olacaq B bəndi. 7-ci suala keçirik. Uzunluğu 20 cm olan AB parçası üzərində M nöqtəsi qeyd olunub. AB parçamız olsun, M nöqtəsi qeyd olunub. AM və MB parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. AM-in də ortasını deyir. MB-nin də ortasını deyir. Həm AM-in, həm də MB-nin ortası nə deməkdir? Elə parçanın yarısı deməkdir də. 20 bölünsün 2 eləyəcək 10. 7-də olacaq cavabımız E bəndi. 8-də
Uzunluğu 30 santimetr olan MN parçası üzərində B nöqtəsi qeyd olunub. MN. B nöqtəsi qeyd olunub parçanın üzərində və MB BM parçalarının orta nöqtələr arasındakı məsafə, yəni bunun da ortası, bunun da ortası. Bu orta nöqtəsi arasındakı məsafə parçanın ilə yarısı deməkdir. Yəni 30-u bölürük 2-yə, eləyəcək 15 santimetr. 8-də olacaq cavabımız, deməli B bəndi. Keçək 9-cu suala. 9-da görə nədir? AB parçası üzərindəki nöqtə onun birinin uzunluğu digərinin uzunluğunun 24% olan iki hissəyə bölür. Yəni birinci hissənin uzunluğu x olsun, ikinci hissənin də uzunluğu olsun 0-dan %24x. Yəni x-in 24%-ni tapırıq da. X-in 24%-də nə deməkdir? X-i 24-ə vurub 100-ə bölürük. O da 0-dan %24x eləyir. Alınan parçaların uzunluqları fərqi 76-dır. 76-dırsa x-dan çıxaram 0-dan %24x-i eləyər 76. Bunu çıxanda bizə cavabımız verir 0-dan %76x bərabər 76-ya. X-i taparkən 76-nı 0-dan %76-ya böləndə 100 eləyir. Bizdən AB-nin uzunluğu istəyir. Yəni birinci, ikinci hissənin cəmini istəyir. X üstəgəl 0-dan %24x istəyir. Bu da bərabərdir 1/24x. 1/24-ü 100-ə vuranda cavabımız eləyəcək 124. Yəni 124 santimetr olacaq. 9-da olacaq cavabımız C bəndi. Keçək 10-cu suala. 10-cu sualda elə 9-dan oxşardı. Birinci, ikinci. AB parçası üzərindəki nöqtə onun birinin uzunluğu, digərinin 36%. Biri x-dır, bir də 36% isə 0-dan %36x-dır. Alınan parçaların fərqi 64-dür. X-dan çıxaram 0-dan %36x bərabər 64-ə. 0-dan %64x bərabər 64. X-i taparkən 64-ü 0-dan %64-ə bölürəm. Cavabımız eləyir 100. AB-nin uzunluğunu istəyir bizdən. AB-nin uzunluğunu tapmaq üçün birinci və ikinci hissələri toplamaq lazımdır. Bu da eləyəcək 1/36x bərabərdir. 1/36-nı 100-ə vuracaq. Cavabımız eləyəcək 136. 136 santimetr. Onda olacaq cavabımız B bəndi. 11-də. Şəkli çəkək. Parçalar verib bizə. M. Bura N-dir, burada E-dir. M parçası N-dən 2 dəfə uzundur. M-in uzunluğu bizə verib 14 və bu 14 N-dən 3 dəfə uzundursa N-E bundan 2 dəfə qısa olar. 14-ü 2-yə böləndə 7 eləyər. 7 santimetr olar. Bizdən M-ni istəyir. M-E. 14 ilə də 7-ni toplayarıq. Cavabımız eləyər 21. 11-də oldu E bəndi. Keçək 12-yə. Verilən şəkli çəkək. A, C, burada B. C-dən B-yə qədər 8-dir. AC parçası CB-dən 2 dəfə uzundur. O zaman bunu 2-yə vurmaq lazımdır, 16. AB-ni istəyir. AB də bərabər 16 ilə 8 toplayaram. 24 santimetr eləyər. 12-də olar cavabımız A bəndi. 13. 13-də görə nə deyir? AC parçası CB-dən 20% böyükdür. A, C, burada B. C-dən B-yə qədər 25-dir. AC isə CB-dən 20% böyükdür. 20% böyük nə deməkdir? Yəni onun 120%-ni təşkil edir. Demir də, məsələn 20%-ni təşkil edir. 20% böyükdür. 100 ilə 20-ni toplayıram, 120%-ni tapıram. 25 ilə 125 ixtisar gedir. Burada 4 qalır. 120-ni 4-ə böləndə 30. AC olacaq 30. Bizdən isə AB-ni soruşur. 30 ilə də 25 toplayarıq. Cavabımız eləyər 55. AB. Bərabərdir olar 55. 13-də 55. Uyğun gəlir C bəndinə. 14. AC parçasının uzunluğu, yine şəkli çəkək. A, bura C, burada B-dir. C-dən B-yə qədər 20-dir.
AC parçasının uzunluğu AB-nin 20%-ni təşkil edir. AC, bax bu hissə, bütün parçanın 20%-dir. Onda CB bəs bütün parçanın necə faizi olar? 100-dən çıxaram 20-ni, 80%. 80% 20-yə bərabər. Yəni 80% 20 olan ədəd tapıram. 20-ni vururam 100-ə, bölürəm 80-ə. 100-ü 4-ə böləndə 25. 25 bizə nəyi verdi? Bütün parçanın uzunluğunu verir. Yəni AB-ni verdi. Hissəsinə, faizinə görə ədədi tapdıq. AB olacaq, bütün parçanın uzunluğu olacaq 25. 14-də görə 25 hansı bəndə uyğun gəlir? Olacaq E bəndi. 15-də A, C, burada B. Deyir C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2-3 nisbətində bölür. Bura 2K olsun, burada olsun 3K. AC bölünsün AB. AC 2K'dır, bölünsün. AB özü bütövlükdə neçə K olacaq? 2 ilə 3 toplayıram, 2K ilə 3K'nı toplayıram, 5K olacaq. Yəni 2 bölünsün, K'lar ixtisar gedir, 2 bölünsün 5. 2-ni 5-ə böləndə cavabımız eləyəcək 0,4. 15-də D bəndi. 16. M, E, burada N. E nöqtəsi M-in parçasını M nöqtəsindən başlayaraq 3-5 nisbətində bölür. Bura 3K'dır, burada 5K'dır. E-ni yəni 5K bölünsün MN. MN də 3 ilə 5-in cəmidir. 3K ilə 5K'nın cəmidir, yəni 8K'dır. Bax, bunu tapmamızı istəyir. K'lar gedəcək ixtisar, qalacaq 5 bölünsün 8 nisbəti. 16'da olacaq cavabımız A bəndi. Keçək 17-ci suala. C nöqtəsi AB parçasının orta nöqtəsidir. Bir dənə AB parçası çəkirik. Bu da C nöqtəsi, bunun orta nöqtəsidir. A'dan D'yə qədər D nöqtəsi isə C ilə B arasında yerləşir. Yəni tutaq ki, burada bir yerdə yerləşir. Bu da olsun D nöqtəsi. D'dən B'yə qədər məsafə, baxın buradan bura qədər məsafə. Bu B'dir. A'dan D'yə qədər məsafə, buradan bura qədər məsafə isə A'dır. Bizdən nəyi soruşur? DC'ni soruşur. Bax, bu hissəni soruşur bizdən. C nöqtəsi AB parçasını yarı bölürsə, tapaq ki, AC və yaxud da CB nə qədərdir? Bunun üçün A ilə B-ni toplayıb 2-yə bölmək lazımdır. Bu nəyə bərabər olacaq? AC-yə, bu da BC-yə. AC ilə BC, A ilə B-nin cəminin yarısıdır. Bəs CD-ni biz necə taparıq? CD bərabərdir AD-dən, bax bu uzunluqdan çıxmaq lazımdır AC-ni, yəni yarını. AD'nin uzunluğu da A'dır, yarının da uzunluğu A üstə gəl B bölünsün 2 olduğunu tapdıq. İndi bunu hesablasaq, orta məxrəc 2-də 2-ni A'ya vurub 2A çıxıram, A üstə gəl B-ni, çıx A, çıx B yəni. Bu da bərabərdir. 2A'dan A çıxanda A eləyir. A çıx B bölünsün 2. Deməli, CD olacaq A çıx B bölü 2. 17-də olacaq cavabımız C bəndi. 17-ci sual, 18-ci sualda elə bundan oxşar tipli sualdır. 18-i də şəkil çəkək. C nöqtəsi AB parçasının ortası, tən ortada C-ni qeyd edirik. Daha sonra D nöqtəsi AB düz xətti üzərində B nöqtəsindən sağda yerləşir. Yəni parçanın sağ tərəfində yerləşir. O zaman nə etməliyik? AB-nin düz xəttini uzadırıq. Burada da bir dənə D nöqtəsi qeyd edirik. A-dan D-yə qədər məsafə. Bu bütün məsafə A-dır. B-dən D-yə qədər məsafə. Bax, bu məsafə isə B-dir. Mən o zaman AB parçasını tapmaq üçün A-dan B-ni çıxaram. Bu oldu AB parçasının uzunluğu. Yəni bütöv A-dır. BD-ni çıxdım onu. Bizdən hansı parçanı istəyir? Bizdən DC-ni istəyir. Bax, buradan bura qədər olan məsafəni istəyir. Buradan bura qədər olan məsafəni də biz necə tapacaq?
C nöqtəsi axı AB-nin orta nöqtəsidir. O zaman AC bərabərdir BC-yə, o da bərabərdir A çıxılsın B bölünsün 2. Bax, bu hissəni tapdıq. Bu hissəni tapdıq ki, A çıxılsın B bölünsün 2-dir. Həmçinin CB də A çıxılsın B bölünsün 2-dir. Bizdən CD-ni istəyir. CD nəyə bərabər olar? Buradakı B hissəsi BD üzərinə gəlsin BC. BD də B-də axı. B üzərinə gəlsin A çıx B bölünsün 2. Bunu toplayanda, yəni sürətə çıxardanda 2B-ni cavabımız bizə verəcək A üzərinə gəl B bölünsün 2. 18-də olacaq cavabımız B bəndi. 18B. Keçək 19-cu suala. 19-a görə nə deyir? AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə AB parçasını çəkək. C nöqtəsi ilə 4-5 nisbətində bölünüb. Bura C yazaq. Bura 4K olsun, burada 5K olsun. A-dan C-yə qədər məsafə 8-dir. AC bərabər 8. AC-ni 4K ilə işarət etmişəm axı. 4K bərabər 8, K bərabər 2 olacaq. D nöqtəsi ilə isə 7-2. O zaman D-ni biz burada qeyd eləyək. Buradan bura qədər olsun 7K, bu isə olsun 2K. Nə üçün elə K yazdım? Çünki 4 ilə 5-i toplayanda da 9K eləyir. 7 ilə 2-ni toplayanda da 9K eləyəcək. Bizdən CD-ni istəyir. CD nəyə bərabərdir? Deməli, yuxarıdakı AD-dən çıxmaq lazımdır. Bax, bu parçanın uzunluğundan bunu çıxmaq lazımdır ki, CD-ni, bu hissəni tapa bilək. AD-dən çıxaram AC-ni. Bu da eləyər 7K çıxılsın 4K, 3K. K-nın qiyməti neçə tapdım burada? 2. 3-ü də 2-yə vuranda eləyəcək 6 cm. 19-da olacaq cavabımız 6. Və bu da uyğun gəlir A bəndinə. 20-ci suala keçək. A, burada K, burada da B. AB bölünsün KB 5-in 3-ə nisbətidir. AB bütövdür. Bura 5K-dır. KB də 3K-dır. KB 3-dürsə, bütöv 5-dirsə, deməli bura 2K qalmalıdır. AK 2K olmalıdır. AK bölünsün AB, AK'nı tapdıq 2K, bölünsün AB də 5K'dır. K'lar gedəcək burada ixtisar, cavabımız qalacaq 2 bölünsün 5 nisbəti. 2 bölünsün 5, bu da uyğun gələcək 20-də C bəndinə. 21-də E, M, bu da F. M 2K'dır, MF isə 5K'dır. Bütövü nə qədər olacaq? 2 ilə 5 toplayıram 7K. Bizdən EF bölünsün MF istəyir. EF bütövdür 7K bölünsün MF. MF də 5K'dır. K'ları ixtisar aparsaq 7 bölünsün 5 qalacaq nisbətimiz. 7 böl 5. 21-də olacaq cavab D bəndi. 22-ci suala keçək. Diaqramda müxtəlif düz xəttlər üzərində qeyd olunmuş nöqtələrin və onların əmələ gətirdiyi şüaların sayı haqqında məlumat verilmişdir. N üzərinə gəl, M çıxılsın K. Biz demişik ki, bir dənə nöqtədən 2 dənə şüa əmələ gəlir. O zaman M bərabərdir 2 vur. N'in qiyməti 2-dir. 2 vur 2, 4. K bərabərdir. K'nın qiyməti 3-dür. 2 vur 3, 6. M də bərabərdir. M'in qiyməti 4-dür. 2 vur 4. Bu da eləyəcək 8. O zaman biz buradan N üstə gəl. M çıxılsın K'nı tapa bilərik. 4 üstə 8 çıx 6. Bu da eləyəcək 6. Yəni 6 ədəd cəmi bu ifadənin qiyməti 6 olacaq. 22-də olacaq cavabımız B bəndi. 23-cü suala keçək. Düz xətt üzərində ABCD nöqtələri ardıcıl olaraq qeyd olunmuşdur. Qeyd eləyək. A,
B, C, D. AC bərabərdir. Bax bu. AC bərabərdir BD-yə. Buradan bura. 17. İkisi də 17-dir. A-dan D-yə qədər məsafə 23-dür. Bütöv parça 23-dür. Bütöv parça 23-dürsə o zaman CD bərabərdir. 23 çıxılsın 17, 6. Həmçinin AB də yuxarıdakı hissədə bərabərdir. 23 çıxılsın 17, bu da 6 olur. Bu ikisi oldular 6. Bizdən nə istəyir? Bizdən BC-nin uzunluğunu istəyir. BC, bax bu hissəni istəyir bizdən. Bütöv 17 buranı tapmasına ehtiyac yox idi. Bütöv 17-dirsə, bura 6-dırsa, deməli 17-dən çıxaram 6-nı. Cavabımız eləyəcək 11. 23-də olacaq 11. Uyğun gəlir B bəndinə. 24-cü suala keçək. 24-də. Düz xətt üzərində ardıcıl olaraq A, B, C, D, E nöqtələri verilmişdir. Çəkək A, B, C, D və E. Təbii ki, biz bunların məsafəsini bilmirik. Bilməyimiz hələ ki vacib də deyil. Çünki məsələnin şərtinə uyğun əsas odur ki, şəkil seçək təxmini və həll eləməyə başlayaq. Gəlin bunları AB-ni X deyək, BC-ni Y deyək, CD-ni Z deyək, D-ni də D deyək. Arandakı məsafələri. AB ilə BC-nin cəmi, yəni X ilə Y-ın cəmi 32 deyək. AB ilə X ilə CD-nin cəmi, CD də Z-dir də, bunun cəmi 30-dur. Bunları biz tərəf-tərəfə toplayaq. 2 tənlik yanında tərəf-tərəfə toplayaq. 2x üstə gəl, y üstə gəl, z bərabərdir 62. Bunu saxladaq burada. Digər tərəfdən nə çıxmalı olan ifadə verib. 2AB, yəni 2x çıxılsın DE. D-ni də D ilə işarət etmişdim. Bu da 4 verir bizə. Onu da gətirib burada yazsaq. Yəni bununla, bu ikisindən aldığımız tənliklə bunu da bir dənə tənlik düzəldirəm. Bu da bərabər 4-ə. Bizdən nə istəyir? Bizdən DE-ni istəyir. DE. Yəni D bərabərdir suala. DE bərabər DE, o da bərabər suala. İndi gəlin bunları tərəf-tərəfə çıxaq. Çıxanda 2x-lar gedir islah. Qalır y üzərinə gəl z, üzərinə gəl D bərabər 62-dən 4 çıxanda 58. Y, x, z və D-nin cəmi bizə nə verməlidir? 78. Parçanın uzunluğu 78-dir axı. Bu üçünün cəmi 58-dir. O zaman x-i taparkən 78-dən çıxaram 58-i, olar 20. X-i tapdım 20. Gətirim indi burada yerinə qoyub D-ni tapa bilərəm. 2-ni vururam 20-yə 40. Çıxılsın D bərabər 4-ə. 40 da bərabər, D də bərabər 40-dan 4 çıxanda eləyəcək 36. D-nin uzunluğu 36 olacaq. 24-də olacaq. Cavab D bəndi. Keçək 25-ci suala. Uzunluğu 60 olan 25-də 60 olan AB parçası üzərində götürülmüş C və D nöqtələri onu A nöqtəsindən başlaraq 2-3-5 nisbətində bölür. BD parçasını ala biləcəyi qiymətlərin cəmini tapın. Burada diqqət edirik ki, 2 nöqtə veriblər, amma hansının A, hansının daha doğrusu hansının C, hansının D olduğunu bizə verməyiblər. Gəlin belə eləyək. Bunu C deyək, bunu da D deyək. Birinci halda belə nöqtələri qoyaq. 2K o zaman bura olacaq, bura 3K olacaq, burada 5K olacaq. 2, 3 və 5K-nı toplayıram. Bütün parçanın uzunluğu 60-da axı, bərabər eləyirəm 60-a. 10K bərabər 60-a, K bərabər 6-ya. BD parçası, BD də 5K daxı. 5-i 6-ya vuranda 30. Bu birinci halda. İkinci halda isə şəklimiz belə ola bilər. A, bura D olar. Bura C, burada B. Yəni D ilə C-nin yerini dəyişdim. Yenə 2K, 3K, 5K. Eyni halda K-nın qiymətini tapmağa ehtiyac yox. Çünki burada yenə eyni K-dan istifadə olunur. Eyni yolla həll olunur. DB isə burada ikinci şəkildə nəyə bərabər olar? 3 ilə 5-in cəminə. Yəni 8K olar. K-nın qiyməti 6-da axı. 8 vurulsun 6, 48.
Yəni BD 30 da ola bilər, 48 də ola bilər. 30 ilə 48-i toplayırıq, cavabımız edir 78. BD-nin ala biləcəyi qiymətlərin cəmi 78 ola bilər. Bu da olacaq 25-də E bəndi. Keçək 26-ya. AB parçasının bir ucundan AB parçası çəkək. 20% kəsilərək AD parçası aldı. Kəsilibsə, deməli 20% kəsilibsə, neçə faizi qalıb? 80% qalıb, düzdür? Əgər AB parçasını biz X-la işarə etsək, o zaman 80% nəyə bərabər olar? 0,8X-a. Yəni, bu kəsildi, çıxarıldı, qaldı burada 0,8X. Digər ucundan, bu ucundan, bunun üstünə xətt çəkirəm ki, bu kəsildi, çıxardıldı. Bu ucundan isə AB parçasının uzunluğunun 70% artırılaraq X-in də 70% eləcə 0,7X. Buradan da E nöqtəsi qeyd edirəm ki, DE parçası alındı. Burada yazıram 0,7X. Həmin bu DE parçası uzunluğu nəyə bərabərdir? 60-a. Deməli, mən bunları toplayıram. Bərabər eləyirəm 60-a. 1,5x bərabər 60x də bərabərdir. 60-ı böləndə 1,5-i 40 eləyəcək. Yəni, əvvəlki AB parçasını x-la işarə etmişdim. X-də 40 aldığıma görə AB-nin uzunluğu 40 cm. 40 cm-ə bərabərmiş. 26 oldu cavabımız E bəndi. Keçək 27-ci suala. Düz xəttdən 3 cm məsafədə yerləşən, düz xəttimiz çəkdim, 3 cm məsafədə yerləşən nöqtədən, buradan bura olsun 3. Düz xəttdə uzunluqları 5 cm olan 2 mail çəkilmişdir. Mailin biri bu olsun, biri də bu olsun. Burada tutaq ki, E nöqtəsinə kəssin, bunu da F nöqtəsinə kəssin. Maillərin oturacaqları arasındakı məsafəni istəyir. Bax, EF məsafəsini istəyir. İndi biz burada bu məsafə hündürlük olduğuna görə bilirik ki, düzbucaqlı üçbucağı mənə gəlir. 5-in kvadratından çıxaram 3-ün kvadratını Pifaqor terimindən istifadə edirəm. Bu eləyir 16, 16-dan kök çıxır 4. Deməli, burada 4-dür, burada 4-dür. O zaman EF bərabər olacaq 8 cm. Yəni, maillərin oturacaqları arasındakı məsafə. 27-də cavabımız olacaq 8. 28-ci suala keçək. D nöqtəsi AB parçasının orta nöqtəsidir. Şəkli çəkək. A. Bura B. D tənbunun ortasıdır. Burada bir dənə C var. A-dan C-yə qədər məsafə 10-dur. Bütövi 10-dur, bax bura. Bütövi yox, daha doğrusu A-dan C-yə qədər 10-dur. Daha sonra C-dən B-yə qədər 2-dir. Burada 2-dir. O zaman bütün parçanın uzunluğu AB bərabər 10-dan 2-ni toplayıram, 12 olar. D nöqtəsi parçanın orta nöqtəsidir axı. AD də DB-yə bərabərdir. O da 12-nin yarısı 6-dır. Yəni buradan bura qədər 6-dır. Bizdən DC-ni istəyir. Bax bu hissəni istəyir. A-dan C-yə qədər məsafə 10-dur. A-dan D-yə qədər məsafə də 6. DC-ni tapmaq üçün AC-dən AD-ni çıxmaq lazımdır. Yəni, ondan çıxıram 6-nı. Bərabərdir 4. Bu da olacaq 4 cm. 28-də cavabımız 4 olacaq. 29-a keçək. C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2-3 nisbətində bölür. AB parçasını çəkək. C nöqtəsini burada qeyd edək. Bura olsun 2K, bu da olsun 3K. AB 45-dirsə, 2K ilə 3K'nın cəmi 45'dir. Yəni 5K 45'dir. K da bərabər 9'dur. Bizdən CB-ni istəyir. CB 3K'dır axı. 3'ü də 3'ə vuran, 3'ü də 9'a vuranda 27 olacaq. CB bərabərdir 27 olar. 29'u bitirdik. Keçək 30'a. Yenə burada parça çəkirəm. AB parçası. C nöqtəsi A'dan başlayaraq 3-5 nisbətində bölür. Bura olsun 3K, burada olsun 5K.
AC 120'dir. A'dan C'ye qədər. Yəni 3K 120'dir. O zaman K nəyə bərabərdir? 120'ni 3'ə böləndə 40. K'nın qiyməti 40'dır. Bizdən AB'ni istəyir. AB də 3 ilə 5 toplayıram. 8K. K'nın qiymətini 40 tapdım axı. 8'i vururam 40'ı eləyəcək 320. AB'nin qiyməti 320'yə bərabər olacaq. Keçək 31-ci suala. Düz xətt üzərində 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı parçaların sayının neçə faizidir? Şua bərabərdir. 6 nöqtə deyirsə 6 vurulsun 2, 12. Parça isə bərabərdir. M vur, M-1 bölünsün 2 üstünə hesablanır. Deməli, alt da nöqtə varsa 6 vur. Altdan çıxaran biri 5 bölünsün 2, bu da eləcək 15. Şuaların sayı parçanın neçə faizi? 12'ni bölürəm 15'ə vururam 100'ə. 3'ə ixtisar gedir 5, bu da 3'ə gedir 4. 100 ilə 5, 5'ə gedir. Burada qalır 20, 4'ü də 20'yə vuranda eləcək 80 faizini təşkil edir. 32'də. Düz xətt üzərində olan 8 nöqtənin əmələ gətirdiyi parçaların sayı şuaların sayı neçə faizidir? Şua bərabərdir 8 vurulsun 2, 16. Parça isə bərabərdir M vur, M-1 bölünsün 2. Bu da eləcək 8 vur, 8'dən 1 çıxanda 7 bölünsün 2. İxtisar gedir 28. Parça şuanın neçə faizidir? Yəni 28'i bölürəm 16'ya vururam 100'ə. 28 16 4'ə gedir. Burada 7, burada 4. 100 ilə 4 4'ə gedir. Burada 1, burada 25. 7'ni vururuq 25'ə. 7 5'im 35. 7 14 3 17. 175 faizini təşkil eləyər. 33-cü sualına keçək. Şəkli çəkək. A, bura C verib, bura K verib, bura D, burada B. AC ilə BD, AC ilə BD. Bunlar 18, 18'dirlər. CK ilə KD nisbəti 3-2'dir. CK'ya deyək 3K, KD'yə də deyək 2K. Bunlar da işarələdik. Sonra deyir ki, AK'nın KD'yə böləndə A'dan K'ya qədər məsafə 18 üstəgəl 3K'dır. Bunu KD'yə böləndə KD də nəyə bərabərdir? 2K'ya bərabərdir. Böləndə 9 böl 2 nisbətinə bərabər olur. Çarpaz vuraq. 36 üzərinə gəl 6K bərabər 18K'ya. 12K bərabər 36'ya, K da bərabərdir 3'ə. CB'ni istəyir bizdən. C'dən B'yə qədər məsafə. CB bərabərdir. C'dən B'yə qədər məsafə 3K, 2K və 18'in cəmi. Yəni 5K üzərinə gəl 18. 5 vur 3 üzərinə gəl 18. 15 ilə 18'i toplayırıq. Bu da bizə verəcək 33 santimetr. Yəni CB'nin qiyməti olacaq 33. Keçək 34-cü suala. 34'də oxşar tipli sualdır. A, C, K, D, burada olsun B. AC ilə BD 16'dır. Burada 16, burada 16. CK ilə KD 3-2 nisbətindədir. Bura 3K'dır, burada 2K'dır. AK bölünsün KD. Bax bu nisbəti. AK, A'dan K'ya qədər məsafə 16 üstəgəl 3K'dır. Bunu KD'yə, yəni 2K'ya böləndə nə verir bizə? 7 böl 2 verir. Çarpaz vuraq. 32 üstəgəl 6K bərabər 14K'ya, 8K bərabər 32'yə, K da bərabərdir 4'ə. CB'ni istəyir bizdən. Yenə də CB'də C'dən B'yə qədər məsafə 3K, 2K və 16'nın cəmidir. Yəni 5K üzərinə gəl 16. 5 vur 4 üzərinə gəl 16. Cavabımız eləyəcək 36 santimetr. 34-cü sualda oldu 36. Keçək 35'ə. 35'də görə nə deyir? AB parçası üzərində götürülmüş C nöqtəsi
A nöqtəsindən başlayaraq 2-3 nisbətində bölür. AB parçası bu düz xətt üzərində hər iki ucdan 5 cm artırılarsa, MC bölü CK 3 bölü 4 olar. AB parçasının uzunluğunu tapın. Əslində bizə verilən A, B parçasıymış. Burada C nöqtəsi qeyd olunub. Sonra hər tərəfdən 5 cm artırılıb. Yəni, bax, B-dən K-ya qədər 5, M-dən A-ya qədər 5 olmalıdır. Hər tərəfdən 5 cm artırılıbsa. C nöqtəsini onu 2-3 nisbətində bölür. Deməli, bura 2K-dır, burada 3K-ymış. MC bölünsün CK 3-4-dür. M-dən C-yə qədər məsafə 5 üstə gəl 2K-dır, bölünsün. C-dən K-ya qədər məsafədə 3K üzərinə gəlsin 5-dir. Bu nəyə bərabərdir? 3-ün 4-ə nisbəti 3 bölünsün 4-ə. Çarpaz vuraq, 20 üzərinə gəl 8K bərabər 9K üzərinə gəl 15, K da bərabər 5-ə. Bizdən AB-ni soruşur. AB də bərabərdir olacaq. 2K ilə 3K-nın cəmi 5K. 5-i 5-ə vuranda cavabımız eləyəcək 25. Keçək 36 və bu mövzu bölmənin sonuncu izahına, sonuncu sualın izahına. Şəkli yenə də çəkirəm buradan. A, bura B, burada C. Hər tərəfdən məsələdə yazıb ki, 10 cm artırıldı. Deməli, BK 10-dur, MA da 10-dur. C nöqtəsi isə AB-ni 2-5 nisbətində bölür. Bura 2K olsun, burada 5K olsun. MC bölü CK 3 bölü 5-də. MC 10 üstə gəl 2K-dır. CK isə 5K üstlərinə gəlsin 10-dur. Bunun nisbəti nəyə bərabərdir? 3 bölünsün 5-ə. İndi çarpaz vuraq. 50 üzərinə gəl. 10K bərabər 15K üzərinə gəl 30-a. 5K bərabər 20-yə, K da bərabər 4-ə. Bizdən AB-ni istəyir. A-dan B-yə qədər də 5 üstə gəl 2, 7K-dır. 7 vurulsun 4. Bu da nəyə bərabər olacaq? 28-ə. 36-da da oldu cavabımız 28 santimetr. Daha sonuncu sualın izahı.